ki, rəqabət gözəl şeydir, sağlam rəqabət yaxşı şeydir və bu hər bir insanın təbii ki, içində var. Bir var paxıl, bir var sağlam rəqabət. Yaxşı mənada əlbəttə gözəl bizim sənətçilərimiz var. Mən efirlərin birində bunu qeyd etmişdim Aysu xanım. Anar bəyin sözünə qüvvət. Mən orada bir söz dedim ki, bir müğənni qalmaqalla, nə bilim, artıq əski danışıqla, artıq əski hərəkətlərlə, nə ilənsə gündəmə gəlməkdənsə, bu mənim şəxsi fikrimdir. Mədəniyyəti ilə, oturuşu ilə, duruşu ilə, səsi ilə, oxumağı ilə, belə gəlsə daha gözəldir. Çünki efir özü böyük bir mədəniyyətdir. Efir bizim insanlar, uşaqlar, bizim gələcəyimizdir. Onlar təsəvvür edin, tutaq ki, misal üçün deyirəm, bir müğənni çıxır efirə və bir balaca uşaq hal-hazırda musiqi məktəbi oxuyur. Baxır müğənnilərə, görür ki, hamı bir-birini söyür, hamı bir-biri ilə dalaşır, ağzına gələn deyir və o onu nəticə götürür ki, mən sabah belə eləsəm, mən məşhurlaşacam. Deməli, bu bizim insanların, bizim xalqın zövqünü körlüyür, bizim bu televiziyada olan bir çox müğənnilər. Və qaldı ki, özümə rəqib təbii ki, təkəbbürlük olmasın. Toy məclislərində, bəli, bir çox müğənnilər var ki, mən şəxsən özümə bəli güvənirəm. Mən çox gözəl, necə lazımdır, məclisimi idarə eləyirəm və olub ki də bir neçə xanımlarla bərabər olmuşam, hamı görüb. Mən təkəbbürlük olsa, təkəbbürlük kimi qəbul... Məşhur olan xanımlardan gedir də? Məşhur olan xanımlarla toylara düşmüşəm, bəli, və hamı yaxınlaşıb, təbii ki, evyəsi də hətta mənə deyib ki, çox sağ olun ki, xanım, yəni bu xanım tanınsa da siz heç ondan geri qalmadınız. Amma təbii ki, məndən də üstün min qat oxuyan bizim gözəl müğənnilərimiz var və hal-hazırda adını da çəkmək istəyərdim. Mən öz şəxsi adımdan danışıram. Bugün mənim bu sənətdə bir xanım olaraq istər geyimi, istər mədəniyyəti, istər sənəti birinci Səbinə Ərəblidir, ikinci Alma xanımdır ki, bu xanımların sənəti, səsi, mən onları kumer kimi özümə seçmişəm və sevirəm onları və bugünkü günə qədər də hələ o xanımların bir qalmaqalını görməmişəm, amma maşallah olsun ki, sənətləri ilə də öndədirlər və çalışmalıyıq ki, biz xanımlar bu sənətdəki olan xanımlar xanım olaraq özümüzə dəyər verək və sənətimizlə özümüzü göstərək.